Festivallar ölkəsidir. Bu ölkədə insanlar hər il avqust ayında 150 ton pomidoru bir-birinə atırlar. Bəli, bu ölkədə hər il pomidor festivalı keçirilir. Bu ölkədə günorta saat 2-dən 5-ə qədər hamı yatır. Bu vaxt hava limanından başqa hər yer bağlı olur. Burada insanlar gecə həyatını çox sevirlər. Bu ölkədə insanlar gecələr rəqs edir, əylənirlər. Hansı barda yerdə çox zibil varsa, ora məşhur bar sayılır. Burada insanlar çox səbirlidir. Saatlarla mağaza növbəsində dursalar da heç kim narazılıq etməz. Bu ölkədə hamı söz verdikləri yerə yarım saat gecikir. Bu gecikmə normal sayılır. Burada heç kim ingilis dilində danışmağı sevmir. Bu ölkədə hər il öküzləri insanların üzərinə buraxırlar. İnsanlar qaçır, öküzlər isə onları qovur. Bu San Fermin festivalıdır. Bu ölkədə hamı uca səslə danışır. Bəzi əyalətlərdə hər il yanvar ayının son həftəsi insanlar bir-birini plova qonaq edib rəqs edirlər. Sonra isə hamı bir-birinə ölü siçan atırlar. Növbəti qəribə festivallardan biri. Hər il bu ölkədə atlar ilə odun üstündən tullanırlar. Bəli, bu ölkə İspaniyadır.